Şaguli yuxarı atılmış cisim H hündürlüyünə 3 saniyədən sonra çatmışdır. Bu nöqtədə cismin sürəti 10 metr saniyə olarsa, uçuş müddətini hesablayın. Havanın müqaviməti nəzərə alınmır, J'nin qiyməti 10. Deməli, 3 saniyə sonra H hündürlüyündə olub və həmin nöqtədəki sürətin qiyməti 10 olub. Şaguli yuxarı atılan cismin sürəti üçün düstur V bərabərdir V0 minus JT ifadəsi ilə müəyyən olunur. V-nin yerinə 10 yazsaq, başlanğıc sürət V0-ı bilmirik, minus J'nin qiyməti 10 və 3 saniyə sonraki sürətdir bu. Buradan V0-ı tapdığımızda olacaq 40 metr bölünsün saniyə. Bizdən uçuş müddətini istəyir. Şaguli yuxarı atılan cismin uçuş müddəti üçün düstur 2V0 bölünsün J'dir. 2 vurulsun 40 böl 10 olacaq 8 saniyə.